Dostlar Liqası. Əgər sirlərlə dolu tərk edilmiş bir evə təsadüf etsən, nə baş verə bilər? Bəlkə heç nə də olmaz. Amma bəlkə də bu ev inanılmaz güclər bəxş edər. Bəs bu sirli hadisənin və cəsarətli bank oğurlaqlarının arxasında kim dayanır? Bu suallara Eldar, Lili, Adam və Ron cavab tapmalıdırlar. Onlar bu həyəcan verici macərada təkcə sirləri açmaqla kifayətlənməyəcəklər. Həm də həyatlarını sonsuza qədər dəyişəcək yeni qabiliyyətlərini öyrənəcəklər. Necə başlayaq? 1-ci fəsil. Ura, tətil. Eldar, hardasan? Ananın səsi oğlanın yuxusunu şimşək kimi dəlib keçdi. Eldar üstünə qaynar su tökülmüş adam kimi çarpayısında dik atıldı. Vay, yox, ola bilməz, yəqin yatıb qalmışam, deyə düşündü. Daha sonra isə vaxtı dəqiqləşdirmək və gələn mesajları yoxlamaq üçün masasının üstündən telefonu götürdü. Xoşbəxtlikdən onun dostları ilə razılaşdırılmış yerdə görüşməsinə hələ 15 dəqiqə vaxt var idi. Onun sadəcə kalbasa sendviçləri götürmək üçün vaxtı olacaq. Yaxşıdır, onları əvvəlcədən hazırlamışdı. Uşaqlar 4-cü sinfi bitirmələri kimi əlamətdar hadisəni xüsusi bir şəkildə qeyd etməyə qərara aldılar. Çünki bu çətin bir il idi və hamısı bu lənətə gəlmiş virusa görə idi. Axı din, tənəffüs zamanı və hətta sinifdə dəcəllik etmək imkanı olmadan onlayn şəraitində dərs oxumağı kim sevir? Bu vaxt itkisindən başqa heç nə deyildi. Amma eybi yoxdur. Eldar və onun dostları yay tətilində boş yerə etirilən vaxtın əvəzini çıxacaqlar. Bugün artıq nədən başlayacaqlarına birlikdə qərar verəcəklər. Eldar qısa kəsilmiş şabaladlı saçları və qəhvəyi gözləri olan bir oğlan. Hündür boyu olmasa da bunu çevikliyi və sürəti ilə tamamilə kompensasiya edirdi. İndi də o işıq sürəti ilə pilləkənlərlə aşağı düşdü. Mətbəxə daxil oldu. Sendviç paketini götürür və qapıya tərəf qaçdı. Hara gedirsən? Deyə anası soruşdu. Mən uşaqlar ilə parkda görüşməliyəm. Yaxşı, amma çox gec gəlmə və unutma ki, telefon lovğalanmaq üçün deyil, zənglərə cavab vermək üçündür. Yaxşı, anacan. Eldar küçədən qışqıraraq cavab verdi. Tısbaxa parkında təyin olunmuş yerdə artıq dostları onu gözləyirdilər. İnsanlar bu parkda tez-tez tısbaxalara rast gəldikləri üçün park tısbaxa parkı adlanırdı. Tısbaxaları böyüklər və uşaqlar çox sevir və onları yemləmək üçün həmişə kahı yarpaqları, tərəvəzlər və meyvələr gətirirdilər. Parkın mərkəzində günəş vannası qəbul edən nəhəng tısbaxanın abidəsi qoyulmuşdu. Park təkcə tısbaxaların deyil, kirpilərin, qurbağaların və təbii ki, ev heyvanlarına sahib olan insanların və sevimli məkanına çevrilmişdi. Parkda piknik təşkil etmək, oyun oynamaq və ya sadəcə bir-biri ilə söhbət etmək üçün rayonun hər yerindən buraya böyüklər və uşaqlar gəlirdi. Eldar və onun 3 dostu da istisna deyildi. Uşaqlar bir-birlərini adi dostluq yumruqları ilə salamlayanda biz səni çoxdan gözləyirik, deyə Ron mızıldandı. Mavi gözlü və həmişə dağın saçlı Ron ümumiyyətlə istənilən səbəbdən gileylənməyi xoşlayırdı. Bəzən ona elə gəlirdi, hava istidir, gah onun üçün hava soyuq olurdu, bəzən ilin fəsillərinin gərəksiz olması barədə mülahizə yürüdürdü. Amma bütün bunlara baxmayaraq Ron sadiq dost və onların kampaniyasında əsas ixtiraçı idi. Onun bir çox müxtəlif ixtiraları var idi. Lakin indiyə qədər
yalnız icad etdiyi müxtəlif növ şpargalkalar oğlu olmuşdular. Dostları ona inanırdılar və əmin idilər bir gün Ron mütləq böyük ixtiraçı olacaq. Bugün məşğuliyyətimiz nə olacaq? Onların kampaniyasındakı yeganə qız Lili soruşdu. Bir fikrim var, deyə adam həmişə gözünün üstünə düşən qara zülfünü silkələyib dedi. O, onların arasında ən ciddi və ən məlumatlı olmaqla yanaşı, həm də əsas ideya generatoru idi. Uşaqlar birazdan ona tərəf döndülər. Hansı fikir? Deməli, bizim küçənin sonunda, dərənin yanında atılmış bir ev var. Hamı onun yanından keçməyə belə qorxur. Deyirlər ki, orada kabuslar yaşayır və gecələr qorxulu səslər çıxarırlar. Bəlkə kəşfiyyata gedək, adam təklif etdi. Gör ha, əla, bəlkə bəxtimiz gətirəcək və bir həyalət görəcəyik və ya bəlkə onu telefona çəkmək mümkün oldu. Eldar dərhal həvəsləndi. Hə, bəlkə onunla dost da ola bilərik. Bir xəyalətlə dost olmaq çox gözəldir, deyə Ron səbirsizliklə dağınıq saçlarını sığalladı. Tez olun, gedək. Əgər onun bizim köməyimizə ehtiyacı olarsa, onda necə? Lili qışqırdı. Lili çox mehriban bir qız idi və həmişə hamıya kömək etməyə və heç kimi incitməyə çalışırdı. Hətta təsadüfən tapdalamamaq üçün qarışqa yuvalarından qaçırdı. Kampaniya çox düşünmədən tərk edilmiş evə doğru hərəkət etdi. Hava gözəl idi, günəş şüaları hər yerə işıq saçırdı və uşaqlar yüksək əhval-ruhiyyədə idi. Heç də asan olmayan tədris ilini başa vurduqdan sonra nəhayət ki, ünsiyyət və macəra üçün vaxt tapmaya nail olmuşdular. Yolda bir araya gələndə həmişə olduğu kimi zarafat yana söhbət edirdilər. Nəhayət həmin yerə çatdılar. Nəysə, özümü narahat hiss edirəm, deyə Lili pıçıldadı və evə nəzər saldı. Hər ev kimi evdir, sadəcə xaraba qalıb və bağçası da baxımsızdır. Adam çiyinlərini çəkdi. Deyəsən, orada heç kəs yaşamır, Ron qeyd etdi. Yaxşı, evə giririk yoxsa yox, deyə Eldar qışqırdı. Səbirsizcə atılıb düşdü və dərhal evin həyətinə daxil oldu. Və sonra havada bir şeylər dəyişdi. Ətraf zülmət qatı, dumana büründü və birdən-birə qaş qaraldı. Bəlkə qayday, Lili qorxa-qorxa pıçıldadı. Yaxşısı budur, parkımızda piknik edək. O zaman biz həyaləti necə xilas edəcəyik? Adam gülərək soruşdu. Bəlkə o heç xilas olunmaq istəmir, Lili zəif ümidlə soruşdu. Əşi, qorxma, bu sadəcə dumandır, deyə Eldar onu sakitləşdirdi. Gedək görək xəyalətimiz haradadır. Kampaniya bağdan keçərək evə doğru hərəkət etdi. Bağça alaq otları ilə ötürülmüş ağacları baxımsız idi. Evdə də işıq yanmırdı və deyəsən orada heç kəs yaşamırdı. Oğlanlar artıq evin giriş qapısında yaxınlaşdılar ki, birdən sakit bir nərilti eşitdilər. Evin qaranlığından parlayan iki göz onlara baxdı. Uşaqlar yavaş-yavaş geri çəkilməyə başladılar və birdən bu gözlərin sahibi var gücü ilə onlara tərəf götürüldü. Gəlin qaçaq, Ron qışqırdı və darvazaya tərəf atıldı. Amma nəhəng bir qara it onların yolunu kəsdi. Bura, ağaca tərəf gəlin, deyə Eldar uca səslə baxırdı və Lilini cəld budağın üstünə qaldırıb özü də yuxarı qalxdı. Adam və Ron artıq ağaca tərəf yüyürürdülər. İt onları təqib edirdi. Ron qaçaraq Lilinin yanındakı budağa tullandı. Tez ol, Adam, Eldar qışqırdı. Əlimdən tut, səni tutacağım. Adam
bacardığı qədər sürətlə ağaca tərəf qaçırdı. İt az qala dabanından tutmuşdu ki, o üzünə təkan verib yerdən üzü yuxarı tullandı və Eldarın əllərindən tutdu. Tək ayaqları ilə budaqdan yapışan Eldar son saniyədə adamı özünə tərəf çəkdi. Hamı xilas oldu. İndi 4 uşaq ağacda oturmuş və ağacın altından onlara acıqla hürən qara Newfoundləndə baxırdılar.